Hər vaxtınız xeyir. Həqiqi İsa adlı mövzumuzu araşdırmağa davam edirik. Bugün gəlin qədim mətlərin dərinliklərinə baş vuraq. Orada bilirsinizmi, bir döyüşçünün hekayəsinin əslində bir xilaskarın gəlişindən necə xəbər verdiyini göstərən heyrətamiz bir əlaqə gizlənib. Gəlin bu sirri birlikdə açaq. Gəlin görək bugün nələrdən danışacaq. Əvvəlcə qədim bir liderin hekayəsindəki tapmacaya baxacağıq. Sonra bu tapmacanı həll etmək üçün bizə lazım olan açar tapacağıq. Ardınca heyrətamiz paralelləri üzə çıxarıb, bütün bunları bugün bizlər üçün nə anlama gəldiyini aydınlaşdıracağıq. Beləliklə, ilk dayanacağımız Əhd-i Ətiq. Səhnədə Yeşua adlı bir hərbi lider var. Bəs onun missiyası nə idi? Xalqı üçün bir torpağı fəth etmək olduqca böyük bir məsuliyyətdir, elə deyilmi? Baxın, ilk baxışda Yeşuanın hekayəsi tamamilə fəth və məskunlaşma haqqındadır. O, xalqını vəd edilmiş torpağa aparır. Orada Allahın qanunları ilə idarə olunan yeni bir cəmiyyət qurur və onlara irs olaraq torpaq paylayır. Amma bəlkə də bütün bu tarixi hadisələrin, bu döyüşlərin arxasında daha dərin, daha mənəvi bir məna gizlənir. Necə düşünürsünüz? Bax, bu dərin mənanı anlamaq üçün bizə xüsusi bir açar lazımdır və bu elə-belə bir açar deyil. Bu, müqəddəs kitab müəlliflərinin özlərinin istifadə etdiyi bir şərh metodudur. Söhbət tipologiyadan gedir. Yaxşı, nədir bu tipologiya? Təsəvvür edin ki, Əhd-i Ətiqdəki bir şəxs və ya hadisə sanki bir kölgədir. Yəni, bir tipdir və bu kölgə gələcəkdə Əhd-i Cədiddə ortaya çıxacaq daha böyük bir reallığa, yəni antitipə işarə edir. Eyni ilə bir binanın layihəsi kimi gələcəkdə tikiləcək əsl binadan xəbər verir. Bax, bizim məsələmizdə də vəziyyət eyni ilə belədir. Yeşua o layihədir, yəni tip. Onun hekayəsi gələcəkdəki bir şeyə işarədir. Bəs reallaşma, yəni antitip kimdir? İsa Məsih. Fikir verin, Yeşua insanlara fiziki bir irs torpaq verir. İsa isə mənəvi bir irs verir. Yeşua İsrail üçün yeni bir Musa kimi idisə, İsa həm Musanın, həm də Yeşuanın missiyasının son mükəmməl tamamlanmasıdır. Yaxşı, indiki əlimizdə bu tipologiya açarı var. Gəlin ən maraqlı hissəyə keçək. Görək Yeşua və İsa'nın həyatları arasında hansı heyrətamiz paralellər var? İnanın mənə, bunlar sadəcə təsadüf deyil. Baxın, bu əks sədalar necə də aydın görünür. Yeşua xalqına səhrada keçirilən 40 ildən sonra rəhbərlik etməyə başlayır. Bəs İsa, o da səhrada keçirdiyi 40 gündən sonra öz xidmətinə başlayır. Yeşua vəd edilmiş torpağa daxil olmaq üçün Yordan çayını keçir. İsa isə öz missiyasına başlamaq üçün məhz Yordan çayında vəftiz olunur. Yeşua fiziki torpaq mirası paylayır. İsa isə günah və ölüm üzərində qələbə qazanaraq bizə mənəvi bir irs, mənəvi bir qələbə bəxş edir. Bu naxış, bu nümunə həqiqətən də heyrətamizdir. Hətta İsa'nın vəftizi zamanı səslənən sözlərə fikir verin. Bu mənim oğlumdur, ondan razıyam. Bu sadəcə bir təsdiq deyil. Bu sözlər İsa'nın şər qüvvələrə qarşı mübarizəyə hazırlaşan ilahi bir döyüşçü kimi təqdim edir. Eyni ilə Yeşuanın öz döyüşlərinə hazırlaşdığı kimi. İndi isə gəlin görək bu hekayə bizə necə bağlanır. Çünki bilirsiniz, bu tipologiya, bu əks səda sadəcə İsa ilə bitmir. Xeyr, bu hekayə birbaşa bizə, imanlılara qədər uzanır. Əhd-i Cədid müəllifləri bunu çox aydın şəkildə ortaya qoyurlar. Onlar Yeşuanın fiziki müharibələrini, bizim, yəni Məsihin davamçılarının bugün apardığı mənəvi mübarizə üçün bir nümunə, bir tip olaraq görürdülər. Baxın nə deyilir? Çünki mübarizəmiz ət və qana qarşı deyil, səmavi aləmlərdəki şər ruhani qüvvələrə qarşıdır. Bu döyüş meydanının tamamilə dəyişdiyini göstərir. Deməli, gəlin müqayisə edək. Yeşuanın dövründə düşmənlər fiziki ordular idi. Döyüş meydanı isə Kənan torpağı. Məqsəd o torpaqda fiziki rahatlığa qovuşmaq idi. Bəs indi bizim dövrümüzdə isə düşmənlər şər ruhani qüvvələrdir. Döyüş meydanımız ruhani aləmdir və bizim məqsədimiz fiziki torpaq deyil, Məsihin lütfündə mənəvi rahatlıq tapmaqdır. Görürsünüzmü? Keçmişdəki fiziki döyüşlər əslində bugün apardığımız ruhani döyüşlərin bir kölgəsidir. Yeşuanın fəthi xalqına bir irs qazandırdı.
Eynilə bizim bu ruhani səyahətimizin sonunda da bizi gözləyən son böyük bir vəd var, bir irs var. Amma bu irs Yeşuanın verdiyi torpaq kimi deyil. Bu itirilə bilən, zamanla dəyərini itirən bir şey deyil. Mətnin özü deyir ki, bu heç vaxt çürüməyən, ləkələnməyən və solmayan bir irsdir. Əbədi bir şeydən söhbət gedir və bu irs bizim ruhani mübarizəmizdə göstərdiyimiz sədaqətin mükafatıdır. Bu bizə zəmanət verilmiş bir mükafatdır. Mükafat olaraq Rəbdən bir irs alacaqsınız. Necə də güclü bir vəddir. Bəs bu irsin son ən uca forması nədir? Bu Vəh kitabında təsvir edilən o möhtəşəm mənzərədir. Yeni bir göy və yeni bir yer, ağrının, əzabın, ölümün olmadığı, tamamilə bərpa edilmiş bir dünya. Vəd edilmiş torpağın son mükəmməl reallaşması məhz budur. Beləliklə biz qədim bir döyüşçünün hekayəsindən başladıq və gəlib öz gələcək ümidimizə çıxdıq. Bütün bu möhtəşəm hekayə, bütün bu əlaqə sonda gəlib şəxsi bir çağırışa, bir suala dirənir. Təsəvvür edin, İsraillər vəd edilmiş torpağın astanasındadılar, amma irəli getməyə tərəddüd edirlər və Yeşua onlara bir kəskin sualı verir. Atalarınızın Allahı Rəbbin sizə verdiyi torpağa, mülk sahibi kimi girməyə nə vaxta qədər tərəddüd edəcəksiniz? Olduqca birbaşa sərt sualdır, deyilmi? Və bu bizi son düşüncəyə gətirir. Əgər tip olaraq Yeşua fiziki bir torpaq üçün nə qədər gözləyəcəksiniz deyə soruşdusa, bəs onun antitipi olan İsa bugün bizə eyni sualı necə verərdi? O bizdən ruhani həyatımızda hansı torpaqlara sahib çıxmağımızı, hansı qələbələri qazanmağımızı istəyir? Bu sualın üzərində düşünün əziz dostlar. Dinlədiyiniz üçün təşəkkür edirəm.